Peter Jackson filmləri ilə bərabər dünya kinematografiyasında iz buraxan Üzülən Hökmdarı trilogiyasının müəllifi Tolkien əslində göründüyü qədər xəyalpərəst idi, yoxsa intellektual bir şəxsiyyət? Biz əsasən təəssüf ki, fantastik ədəbiyyat yazarlarını sırf rasionallıqdan uzaq irrasional şəxsiyyətlər olaraq düşünürük. Elə isə gəlin Tolkien həyatına yaxından nəzər salaq. Belə ki, bu mövzuda bizə ən kömək toxunacaq kitab Humphrey Carpenter'ın qələmə aldığı Tolkien bioqrafiyasıdır. Türkiyə İş Bankası Böyük Şəxsiyyətlər seriyasından nəşr olunan bu kitabda biz 1892-ci il Tolkienin doğumundan 1973-cü il vəfatına qədər həyatını təfsilatlı şəkildə oxuyuruq. Belə ki, biz burada Tolkieni yetim qalmış uşaq, çarəsiz bir sevgili, səngərdə döyüşən əsgər və həmçinin intellektual akademik olaraq fərqli perspektivlərdən oxuyur, həmçinin də bir janrın təməllərini necə qoyduğunu görürük. Belə ki, fantastik ədəbiyyat əslində Tolkienden öncə də mövcud idi. Lakin daha çox pərim nağılları və yaxud şifahi xalq ədəbiyyatı şəklində yayılmışdı. Lakin filoloji mənada janr olaraq təməllərini Tolkien atdı. Belə ki, biz Tolkienden sonra fantastik ədəbiyyatı bir janr olaraq bütöv qanuna uyğun bir şəkildə görməyə başladıq. Hər kəs Tolkien Üzüklərin Hökmdarı, Hobbit romanları ilə tanısa da, ədəbiyyat tarixində çevrilişə səbəb olan təməl əsəri Silmarillion sayılır. Silmarillion qurduğu orta dünyanın tarixçəsi, dinləri, irqləri və digər mifoloji mövzularını əhatə edən kanonik bir kitabdır. Belə ki, sağlığında heç zaman nəşr etdirə bilməsə də, ölümündən sonra Christopher Tolkienin oğlunun səyləri nəticəsində atasının notları və yarım qalan əlyazmaları əsasında bir yerə toplanıb nəşr olundu və işıq üzü gördü. Məncə onun ən önəmli kitabı məhz elə Silmarilliondur. Elə isə siz də ədəbiyyat dühası olan bu şəxsiyyəti sadəcə xəyalpərəst bir fiqur olaraq deyil, qanlı canlı bir insan olaraq tanımaq istəyirsinizsə, bu kitabı mütləq oxumalısınız. O zaman həm janrın ədəbiyyatda necə rol oynadığını, həmçinin də Tolkienin ədəbi dühasını daha yaxından öyrənmiş ola bilərsiniz. Videonu bəyəndisə, bəyənib paylaşmağı və dostlarınızla bölüşməyi unutmayın.